Salam əziz izləyicilərim, kanalıma yenidən xoş gəlmisiniz. Bugün kalsium vitamininin yumurtadan alınmasının yaxud apteklərdən vitamin şəklində alınmasının hansının daha faydalı olduğunu sizlərlə paylaşmaq istəyirəm. Yaşlandıqca, xüsusən qadınlarda sümük ərməsi baş verir və eyni zamanda damar sərtləşməsi də əmələ gəlir. Bir tərəfdən kalsium əskikliyi səbəbindən sümük ərməsi, digər tərəfdən isə damarlarda kalsium çoxluğu səbəbindən kirəclənmə baş verir. Bəzən tövsiyə edirlər ki, kalsium vitaminini D3 vitamini ilə bərabər qəbul etmək faydalıdır. Bu da D3 vitamininin kalsium vitamininin sorulmasını 20 qat artırır. Bu da bəzən problemlər yarada bilir. Buna görə də K2 vitamini də mütləq qəbul etmək lazımdır. K2 vitamini isə qandakı kalsiumu alır və sümüklərə daşıyır. K2 vitamini kalsiumu sümüklərdən, gözlərdən, börəklərdən, ağciyərdən, dəridən və s. uzaq tutur. İstənməyən yerlərdə kalsium çöküntüsünün qarşısını alır. Məsələn, fransızlar çox yağlı yeməklər yeyirlər, lakin onlarda ürək tutmaları demək olar ki, baş vermir. Çünki onlar K2 ilə zəngin olan ərzaqlar qəbul edirlər. Yəni, heyvansal qidalar, yəni yağlar, yumurta, ağciyər, qaraciyər, balıq, kələm turşusu və s. Onları bu kimi qidalarla istifadə etməklə və kalsiumun damarlarda düzgün sorulmasına şərait yaradırlar. K2 vitamini yağda həll olan vitamindir. Bu vitamin diabet riskini də azaldır, dəri xəstəliklərində, sümük ərməsində, diş çürüməsində çox faydalıdır. Buradan belə bir nəticəyə gəlmək olar ki, kalsium vitamini tək halda qəbul etmək olmaz. Budur, mən aldığım vitamində də vitamin D3 də var, həm də K2 vitamini var. Lakin yumurtada olan kalsiumu yalnız uşaqlara vermək lazımdır. Yəni, böyüklərdə isə börəklərdə və digər orqanlarda çöküntü yarada bilər. Çünki biz onunla bərabər K2-də, D3-də vitamini ala bilərik. Lakin uşaqlarda 3 yaşa qədər körpə uşaqlara bunu təmiz yuyulmuş halda xırdalayaraq, üydərək vermək olar. Kalsium Med 30 vitamini də tövsiyə edirlər. Bu vitaminləri ümumiyyətlə ildə 2 dəfə 30 yaşdan yuxarı hər kəs ildə 2 dəfə istifadə edə bilər. Bugünlük də bu qədər. Sağ olun, Allaha əmanət olun. Ümid edirəm ki, verdiyim bu məsləhətlər, bilgilər sizin üçün də çox faydalı oldu. Allaha əmanət olun. YouTube kanalımı bəyənməyi unutmayın.